Vaxtınız xeyir olsun değerli yoldaşlar. Salamlayıram hər birinizi. Bugün nəsə kitabça biraz gec atıldı. O da öz uşaqlarımdan hələ atan olmayıb. Qrupa atıblar kitabçanı. Gec də olsa dedim izahları sizinlə bölüşüm. Başlayaq elə birinci, yəni 61-ci sualdan. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq proqramda nə baş verir? Deməli bir siyahı var, n və i dəyişənləri görürük. Burada nə baş verir? Deməli elementi hər dəfə götürür. Ter bərabərdir string n i. N'in deməli i-ci yerdə duran elementi. Yəni elementi hər dəfə gedəcək bir-bir götürəcək. Əgər həmin elementdə birlərin sayı 1-ə bərabərdirsə, onları cəmlə. Aha, deməli elementlər içərisindən birlərin sayı 1-ə bərabər olanlar cəmlənəcək. Yəni 21, 51, 14 və 1000. Bu dəyişənlərimiz bizim cəmlənəcək. Əks halda isə, yəni yerdə qalanlar isə 2 dənə, 3 dənə 1 olan və yaxud ümumiyyətlə 1 olmayanlar isə çıxılacaq. Deməli, bunu addım-addım yazmaqdansa elə birbaşa eləyə bilərik ki, birləri tək olanları cəmləyək, olmayanları isə ümumi cəmdən çıxarıq. Deməli, 21, 51, 72, 14 orada var 86, bu da 1000. Ümumilikdə cəmimiz eləyəcək 1086. Burada onsuz da çıxdığı üçün onu da bir dəfəyə toplayıb ümumidən çıxa bilərik. 110, 11, 121, 65-imiz də burada var 186. Deməli, 1086 çıxılsın 186-dan. Doğru cavabımız olur 900. Yəni 61-ci sualın doğru cavabı D variantı. Gəldik 62-ci suala. Klaviaturadan A simvolu daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, sual dəyişəninə biz A simvolunu və input olduğu üçün sətr şəklinə daxil edirik. Və A dəyişəni isə C simvoluna, C sətrinə bərabərdir. İndi deyir ki, sual bərabərdirmi A-ya? Burada ehtiyatlı olmaq lazımdır. Çaşıb A götürməyin. Bu dəyişəndir. A dəyişəninə bərabərdir. A dəyişəninin qiyməti isə C-dir. A C-yə bərabər deyil. Ona görə if getdi. Elifə giririk. Sual C-yə bərabərdirmi? Yenə sual bizdə A-ya bərabərdir. C-yə bərabər deyil. Ona görə bu da getdi. Sual A-ya bərabərdirmi? Bəli. Baxın, burada artıq görürsünüz dırnaqda verilib. Sualın da qiyməti A-dır, bu da A-dır. Bəli, bu şərt ödəndiyi üçün deməli C çap olunacaq və elif bilirsiniz ki, else if-dir. Yəni əks halda əgər bu şərt ödəndisə artıq növbətilərə getməyə ehtiyac yoxdur. Eliflər alt-alta bu şəkildə düzüləndə hansında ödəndisə onda dayanırıq. Çünki elif nə deməkdir? Else if. Yəni əks halda əgər şərt ödəndisə işimiz bitdi. Gəlirik 63-cü suala. HTML kod fraqmentinə əsasən nə istəyir bizdən? İkinci sütun və üçüncü sətr. Aha, deməli normalda həmişə birinci sətrin adını verirdi. Yəqin ki, çaşdırmaq üçün bu şəkildə verib. Üçüncü sətr, ikinci sütunu istəyir bizdən. Üçüncü sətrimiz, birinci sətr, ikinci sətr, üçüncü sətrimiz budur. Bununca ikinci sütunu, ikinci TD-mizdir, yəni sarı. Bu kitabça kiminsə yəqin ki, ya işləməyib, ya da elə belə işləyən adımda qrup adılan kitabçadır. Gəldik 64-cü suala. İkilik say sistemində verilmiş 224 rəqəmli ədəd 16-lıq say sistemində neçə rəqəmli ədədə bərabər olar? Burada ehtiyatlı olmaq lazımdır. Niyə? Çünki 224 ədədi demir. Yəni belə də ola bilərdi. Onluq say sistemində verilmiş 224 ədəd deyəndə onu 204 üstü nəsə kimi yazırdıq. Bu o deyil. İkili say sistemində verilmiş 224 rəqəmli ədəd. Bunu çox qayda ilə eləmək olar. 224 rəqəmli ədəd, məsəl üçün belə deyək, mən həmişə nə demişəm sizə? Əgər ədəd böyükdür və bunu görə bilmirsinizsə, yerinə bir dənə kiçik nümunə yazmaq olar. Məsəl üçün gəlin belə fikirləşək. İkilik say sistemində verilmiş 8 rəqəmli ədəd, 16-lıq say sistemində neçə rəqəmli olardı? 2 rəqəmli. Hardan bildik? Götürüb 4-ə bölürük də. Çünki ikilikdə verilən ədədi 8-liyə keçirən zaman nə edirdik? 4-4 ayrı-ayrı gedirdik də. Vəssalam. Deməli 224-ü də biz 4-4 ayrı-ayrı getsək, yəni 4-ə bölsək 224 bölü 202-dən 220. Deməli 222 üzr istəyirəm rəqəmli ədəd olacaq. Edilən səhv bu olardı ki, 224-ü onluq say sistemində fikirləşib 2 üstü 4 üstü 6 kimi yazardıq. O da 16 üstü 6-dan 7 rəqəmli kimi fikirləşib D variantını vura bilərdik və yaxud da Y variantını.
Yəni ki, sadə yanaşmaq lazımdır sualın şərtinə. Düzdür, çaşdırıcı məqam var, amma orada görürsünüz ki, ikilik say sistemindədir. İkilik say sisteminin, bilirsiniz ki, 16-lıq say sisteminin hər bir simvoluna ikilik say sisteminin 4 simvol uyğun gəlməli. 4 ayrılır. Ona görə 224-ü 4-ə bölmək bizim üçün kifayət eləyir. Deməli, variantları belə yazaq. 62-ci sualın cavabı oldu Y variantı, 63-cü sualın cavabı oldu D variantı, 64-cü sualın cavabı oldu B variantı. Gəldik 65-ci suala. 1024 rəng çalarına malik qrafik təsvirin informasiya həcmi 60 kilobaytdır. Aha, piksel sayını 4 dəfə azaltdıq. Orada 16 dəfə çoxaltdıqsa, deməli ümumilikdə 4 dəfə artırma var. 2048 rəng. Deməli bunu mən sürətli sizə belə bir qayda öyrətmişdim. H1, H1, H2 çox işləmişik bunlardan. Normalda A, B, D deyilmi? Baxın, birinci həcm üçün, yəni ilkin həcm üçün AB haqqında mənə heç nə verməyib. AB olduğu kimi qalsın. Dərinliyi isə 1024 rəng çaları verdiyi üçün, deməli əvvəl dərinliyimiz 10 bit olub. Gəlirik indi ikinci həcmə. Birini A ilə B ilə, birini 4 dəfə azaldıb, birini 16 dəfə artırmaq, elə 4 dəfə artırmaq deməkdir. AB-nin yerinə AB vurulsun 4 və yaxud da 4AB yazırıq. 2048 rəng çalarında da artıq 11 bit. İndi əvvəl, deməli baxın, AB vurulsun 10 bit həcmimiz, AB vurulsun 10 olanda həcmimiz 60 kilobayt olubsa, bəs 4AB vurulsun 11, yəni 44 AB deyək də birbaşa nə qədər olub? Orada AB-lərə baxmağa ehtiyac yoxdur, çünki standartdır. X bərabərdir 44 vurulsun 60 bölünsün 10. O da 44 vurulsun 6, 2, 6, 4. 264 kilobayt bizim doğru cavabımızdır. Yəni D variantı. 66-cı suala gəldik. Dairəvi diaqramda mağazada satılan cəmi 80 ədəd olan ABCD məhsullarının say bölgüsü faizlə. Faizli diaqram paydır bu tərəfdə. Deməli burada 80 dənə ümumi malın faizləri verilib. Deməli sütunlu diaqramda isə bu tərəfdə isə onların bir ədədinin satışından əldə olunan gəlir. Deməli belə eləyək də. İlk öncə bu pay diaqramına baxaq, sol tərəfdəki. Bu məhsulların ümumi sayı 80-dirsə, nə edirdik? Saat əqrəbi istiqamətində baxırdıq. Və yaxud da baxan kimi görsənir, hələ ki saat əqrəbinə getməsə, ümumi 80-dirsə, bu yoldaş da bura yazıb 50%. Deməli bu 40 olmalıdır. Bu bunun 10%-dirsə 8 olmalıdır. Bunlar da 16 olmalıdır. Bu hal-hazırda nə idi? Saylarıdır. Düzdürmü? İndi gəlirik A məhsuluna. Bax, A məhsulu bizdə ən böyükdür də. A, B, C, D saat əqrəbi istiqamətində baxsaq, deməli belə yazaq da. 40 A-ya düşdü. Deməli 8 B-yə düşdü. C-yə və D-yə isə ikisinə 16 düşdü. İndi gəlirəm bura. Baxın, A məhsulundan 5 dənə satılıb. 5 yox, nə idi o? Gəlir 5 manat deyək. A məhsulundan 40 dənə satılıb və hərəsinin qiyməti 5 manatsa, deməli A məhsulu bizdə 200 manat olmalıdır. Yəni manat üzərindən hesablayaq. Sonra B məhsulunun bir dənəsinə 25 manat sərf olunub, gəlir əldə olunubsa 25 vurulsun 8, bu da eləyəcək 200. C və D məhsulları, C məhsuluna 15-dir, 15 manatdır. 16 dənə olduğu üçün 15 vurulsun 16. Buradan yazaq, C məhsulu 240-dır, D məhsulu isə 10-dur. O da 10 vurulsun 16-dan 260 olacaq. Deməli, ümumilikdə ardıcıllığımız belə getdi. 200, 200, 240, 160. Deməli, variantlar arasında ardıcıllıq bu şəkildə getməlidir. İlk ikisi bir-birinə bərabər olmalıdır. Söz sürətli çəkirik. Bax, görürsünüz, ilk ikisi 200-dür. Getdi, bərabər deyil, getdi. C-də bərabər deyil, getdi. D-də və Y-də bərabərdir. Üçüncü onlardan böyük olmalıdır. Deməli, D də getdi, qaldı Y variantı. Heç dəyərlərə baxmadan çıxartdıq bu cavabı. Yenə hər ehtimal baxaq. 200-dür, 200-dür. Görürsünüz, 250-yə çatmır. 240-dır. Bu da 150-dən biraz yuxarı. 160. Deməli, bu sualımızın doğru cavabı olur Y variantı. Neçədir bu? 66. Gəldi 67-ci suala. HTML növbəti sualımız. Sözlərdən
Neysə də orada görünmür. Qalın şrifti soruşur bizdən. Baxaq qalın şriftə. Qalın şrift olanda o zaman ehtiyat eləyirdik. Sos qırmızı rəng verirdik ki, orada TH olsun. Burada TH olmadığı üçün qalın bizdə sadəcə B və strungdur. Bu ikisini axtarmağım mənim üçün kifayət eləyir. Deməli B burada var, B burada var, B burada var və strung. Deməli 3 dənəsi bizdə qalın şriftlə yazılacaq. Burada TT də salıblar. Mən həmişə TT-ni uşaqlara öyrədirdim dərsdə, amma indiyə kimi qəbula düşməmişdi. Yenə də sual olaraq salmayıb, amma ən azından kodun içində salıb. Mətnin eyni-eyni yazılması. Deməli, növbəti qəbullarda TT də düşə bilər. Deməli, doğru cavabımız oldu D variantı. 68-ci sual. Ay Allah, nə boydadır bu? Deməli, belə bir mətn verilib. Aha. Mətn abzası üzərində əməliyyatlar aparıldıqdan sonra nəticəni müəyyən edin. Kursor abzasın 3-cü sətrinə, yəni bura yerləşdirilib və kontrol nədir? Ay Allah, J-dir, Justified. Ctrl J. Ctrl J bizdə Justified. Justified tam, yəni hər iki tərəfdən düzləndirmədir. Deməli bu mətin burada elə bilməyin ki, yalnız bu düzlənəcək. Ümumi hamısında düzlənmə gedir. Burada bir nüans var. İstəyirsiniz bu məqama bir dənə test toxunaq, geri qaydaq. Yəni orada sətrin əvvəlinə gətirib sözünü deyir. Amma o sətrin əvvəlinə gətirməyin bizim üçün önəmi yoxdur. Niyə? Çünki Ctrl J ümumi ümumiyyətlə düzlənmələr ümumi mətnə məxsusdur. Yəni məsəl üçün mən kursoru bu sətrin önünə gətirib Ctrl J-ni klikləyəm, buradan göstərim sizə, buradan da klikləsəm. Yenə bizdə ümumi düzlənmə olmalıdır. Baxın, məsələn, bununla işləyək ancaq belə bir vəziyyət. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. Yoxsa mən mi qarışdırdım? Bura gətirib qoysaq, sadəcə bir sətri düzləndirir. Deyəsən, hə, sadəcə bir sətri düzləndirir. Axı bizdə fərq olmamalıdır. Ctrl-C klaviş kombinasiyası. Bir də mən hər ehtimal klavişlə də yoxluyum. Məsəl üçün buna Ctrl-C eləyək. Yalnız bir mətn üzrə düzlənmə gedir. Çünki bura gedəndə yenə sola çəkir. Ctrl-C. Yalnız bir sətr üzrə düzlənmə eləyir. Nəysə ki, onda mən qarışdırdım onu. Yəni bu sətrin əvvəlinə gəlibsə, bu sətr üzrə bizdə deməli tam düzlənmə gedir. Bu sətr onsuz da tam düz idi. Burada hələ ki heç bir dəyişmir. Sonuncu sətrin əvvəlindəki home sözü seçilərək. Sonuncu sətrin əvvəlindəki bu home sözü seçildi və Ctrl-C klaviş kombinasiyası sıxılır. Yəni bunun kopyası bizdə getdi düşdü mübadilə buferinə. Ctrl-C. Kursor ikinci sətrin sonuna gətirilir, yəni bura gətirilir və Ctrl-V kliklənəndə bura bir dənə home gəlir. Oldu mu? Bura bir dənə home gəlir, vəssalam. Bir dənə də deməli bunu elədik, bunu elədik, bunu elədik, bunu elədik. Dördüncü sətr seçilərək backspace-sə dördüncü sətr hamısı gedir. Deməli belə bir vəziyyət olmalı. Bax, ikinci sətirdə home olmalıdır. Burada ümumiyyətlə ikinci sətirdə home yoxdur, getdi. Burada ikinci sətirdə home yoxdur, getdi. Sonra dördüncü sətir qalmamalıdır. Bu da getdi. Görək A-la C arasında fərq nədir? A-la C arasında fərqi hal-hazırda görə bilmirəm. Nədir orada fərq? Yuxarıda deməli sözlər hər biri yerindədir. Hə, düzlənmə məsələsi var. Bəli, biz dedik ki, tam düzlənmə olmalıdır. Ona görə doğru cavabımız C variantı olur. Burada isə tam düzlənmə tətbiq olunmuyor. Gəldik 69-cu suala. Verilənlər bazasında cədvəldə bu sorğu tətbiq edildikdən sonra alınan cədvələ kimya sahəsi üzrə artma sahəsində çeşidləmə tətbiq etdikdə Ceyhun haqqındakı yazı. Okey, birinci bir sorğunun nəticəsini alaq. Cümlə uzundur, tam çatmır. Bir dənə birinci sorğunun nəticəsini alaq. Kimya kiçik bərabərdir 78. Deməli bu 3, 4 və 5-ci yazılardır. Fizikası 70-dən böyük olanlar isə yalnız ikinci və dördüncü yazıdır. Eləyəndə 2, 4, 5 qalır. 2, 3, 4, 5 qalır bizim əlimizdə. Daha sonra ən tarixi 70-dən böyük olanlar. Tarixi 70-dən böyük olanlar 1-dir, 2-dir, 3-dür, 4-dür. Bunu ənd eləyəndə bizim əlimizdə 2, 3, 4 qalır. Deməli, indi sualın davamını oxuya bilərik. Çünki bir dəfəyə çətin gəlir.
Alınan cədvəldə deməli yalnız 2, 3 və 4-cü yazılar çıxacaq. Kimya sahəsi üzrə artma sırası ilə çeşidləmə tətbiq etdikdə. Kimya sahəsi üzrə deməli bizdə ancaq qalıb 2-dir, 3-dür, 4-dür. Bunu kimya sahəsi üzrə artma eləsək, Ceyhun deməli birinci yerdə duracaq. Bu ikinci yerdə, bu üçüncüdür də yerdə. Bizdən nəyi soruşur? Ceyhunu soruşur. Ceyhun deməli birinci yerdə duracaq. Ceyhun birinci yerdə durursa, deməli, normalda 4-də idi, normalda 4-də idi. Gedir 1-ə. Deməli, 4-dən 1-ə gedəndə burada nə baş verir? Artma sırası ilə deyir, düzdürmü? 4-dən 1-ə gedəndə 3 sətir yuxarı gedir. Dəqiqə nəyi səhv elədik biz? Kimlə sahəsi üzrə artma üzrə çeşidlədikdə Ceyhun 65-dir, gedəcək birinci yerə də. Hal-hazırda 4-cü yerdədir axı. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. 2, 3, 4 bizdə bu vəziyyətdədir. 4, 3, 2 olacaq. Dördüncü yerdən Ceyhun gedir birinci yerə. Bir dəqiqə. Deməli, normalda Ceyhun hal-hazırda yeni cədvəldən söhbət gedir. Oy, 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 çox istəyirəm, üzr istəyirəm. Bizdə axı yeni cədvəldə, bax alınan cədvələ deyir. Yeni cədvəldə əslində bizim əlimizdə ardıcıllıq belə deyildimi? 2, 3, 4 şəklində idi. Yəni bu birinci yerdədir Kamal, ikinci yerdə Vəlidir, üçüncü yerdə Ceyhundur. Yəni yeni cədvələ əsasən baxmaq lazımdır. Ceyhun üçüncü yerdə idi. Amma sonra 4, 3, 2 olacağı üçün Ceyhun gedir birinci yerə. 2 sətir yuxarı olacaq. Bəli, Y variantı. Cüzi bir diqqətsizlik bizi avtomatik əslində səhvə yönəldir. İngilis əlifbasının kiçik, böyük, böyük hərflər 3 mövqeyə sağa sürüşdürülür. Kiçik hərflər bu qədər, rəqəmlər bu qədər. Başqa görək nəsə varmı? Heç bir şey. Deməli, B6, Y3, F, A-dır. Şifrələnmədən sonra. Deməli, biz bunu deşifr eləyəndə geri qaytarırdıq. Birinci hərfimiz böyük hərfdir. Böyük hərf 3 mövqeyə sağa sürüşüb B olubsa, mən geri aparıram da deşifr eləyirəm. 3 mövqeyə sola sürüşdürməliyəm. Deməli, 1 gedir A-ya, 2 gedir Z-yə, 3 gedir Y-ə. Deməli, birinci hərf Y-dir. Birinci hərf Y-dirsə, avtomatik bunu və bunu çıxaq. İndi baxın, yoldaşlar, qaldığımız variantlar arasında ikinci eynidir. Deməli, ikinciyə baxmağa ehtiyac yoxdur. Amma üçüncü fərqlidir. Üçüncüyə baxsaq, ən azından varianta yaxınlaşarıq. Yəni, kiçik Y-ə baxmalıyıq. Bizə deyir ki, kiçik hərflər 4 mövqeyə sola sürüşdürülür. 4 mövqeyə sola sürüşüb Y olan hərf baxaq hansıdır? Deməli, bu tərəfə doğru gələcəyik də. İndi biz tərsinə sağa gedəcəyik. 1, 2, 3, 4, C. Deməli, üçüncü hərf C-dir. Avtomatik variantımız çıxır artıq. Digərlərinə baxmağa qətiyyən ehtiyac yoxdur. Bu tiplərdə həmişə demişəm ki, bir gözünüz variantda olsun. Əksəriyyəti variantla çıxır. Gəldik, bunun cavabını bura yazaq. Y variantı, 70-də isə aldıq C variantı. Gəldik 71-ci suala. Böyük görsənir algoritm. Görək içindən nə çıxır. Adətən böyük görsən algoritmlərdən həmişə rahat nə isə bir şey çıxır. Qorxuzmaq üçün uzun çəkiblər. Algoritm icrası zamanı 7 dəfə dim. Deməli, bu hissəyə biz 7 dəfə girmişik. 6 dəfə də mid. Bu hissəyə də 6 dəfə girmişik. Çıxışa verilib A və B dəyişənlərinin girişə verilə biləcək ən böyük natural qiymətlərinin cəmini. Ən böyük natural, ən kiçikləri standart qaydamız var idi. Minimum, maksimum tüklərin tapılması adında qısa bir video izah var idi. Orada izah eləmişdik. Deməli, dövr sayını da özü verib, da sağ olsun, var olsun. Deməli, bu hissəyə baxırıq. Deməli, bu dövrə biz 7 dəfə girmişiksə, A-nın üstünə, deməli, 7 dəfə eni gəlib. Enin də qiyməti gördüyünüz kimi burada dəyişmir də. Deməli, burada dəyişmirsə, mən bunun nəyini tapmalıyam? Ən böyük qiymətini. Ən böyük qiymətini tapmaq üçün məndə kiçikdir şərt olmalıdır. Deməli, mən 7 dövrün, həmişə belə eləyirdik yoldaşlar. Deməli, 7 dövrün burada yox qolunu qurmalıyam. Amma onda böyük bərabər alacam, ən kiçik qiymət alacam. Onu qurmağa ehtiyac yoxdur. Deməli, 6 dövrün hə qolunu. Kim bu qaydanı bilmirsə, istəsə izah olaraq ata bilərəm. Rahat bir standart qaydadır. Deməli, 6 dövrün hə qolunu quracağıq. 6 dövrdə A-nın başlanğıc qiyməti bilinmir neçədir. A-nın üstə 6 dəfə n gəlib. Yəni 6 vur 4, 24 gəlib. A plus 24 kiçikdir 13n. 13n. N'imizin qiyməti neçədir? 13 vur 4. 20. Bir dəqiqə. 13 də orada bizim qiymətimiz. A'nın da qiyməti bəli 4'dür. 13 vur 4'dən 52.
Deməli, burada alırıq A plus 52-nin yerinə görürsünüz necə qəşəng 52 oldu bu. A plus 24 kiçikdir. Deməli, 52-yə baxmaq lazımdır. Düzdürmü? Bu bizim deməli, bu bizim ən böyük qiymətimizi verəcək. A kiçikdir, 52 çıxırsın 24-dən 28. A kiçikdir, 28 alırıqsa, deməli A dəyişənimiz üçün daxil olunan ən böyük qiymət neçədir? 27-dir. 27-ni yazaq bura. İndi gəldik bura. Burada isə deməli, bu dövrə isə deyir 6 dəfə girib. Bunun da ən böyük qiymətini. İndi bunun ən böyük qiymətini, deməli 5 dövrün hər qolunda tapacağıq. Çünki baxın ən böyük qiymətini tapmaq üçün 6 dövrün yox qoluna baxsaq, yoxsa elə 6 dövrün yox qoluna baxacağıq. Çünki 5 dövrə baxsaq kiçikdir. 5 dövrə baxsaq böyük bərabərdir. O da ən kiçik qiymət çıxacaq. Deməli, B-nin başlanğıc qiyməti bilmirik neçədir. B-dən hər dəfə nə çıxıb o? N çıxıb. 6 dəfə deməli N-i çıxıb. 6 vur 4 24. B çıxılsın 24. Böyük bərabərdirin tərsi kiçikdir. Yox qoluna getdiyi üçün. 17 vurulsun N. Yəni 17 vurulsun N də bizdə dəyişməzdir. 17 vur 4 68. Burada da alırıq B kiçikdir. Neçə? 92. Deməli buradan da B-nin ən böyük qiyməti çıxır. 91. Vəssalam. A dəyişənimizin ən böyük qiyməti 27, B dəyişənimizin ən böyük qiyməti isə 91. Doğru cavabımız olacaq 118. Baxın, belə bir dənə bu qaydanın üstündən sürətli keçim. Və yenə də deyirəm, yəni izaha baxdığımız zaman, əgər bu barədə məlumatınız yoxdursa, kim istəsə yazar, balaca bir video izahı göndərərəm. Yəni bu Pythonda da ödənir, burada da. Həmişə bizim neçə dövrümüz varsa, baxın 7 dövrümüz varsa, həmişə qiymətlərin birinin tapılması üçün 7 dövrün çıxış qolunu qururuq. Niyə sırf hə yox çıxış qolu deyirəm? Həmişə çünki hə ilə yoxun yerini dəyişə bilər. Hər zaman çıxış qolu yoxda olmur ki, yoxla həlin yerini dəyişə bilər və dəfələrlə bu suallardan heç işləmişik. Deməli, dövr sayımız 7-dirsə, həmişə dövr sayından bir azında daxilə giriş qolunun. Niyə? 6 dövrdə giriş nə deməkdir? Hə qolu nə deməkdir? Yəni, dövrə girib də hələ bu dövr bitməyib. Yəni, bu standart qaydadır. Artıq hansının ən böyük, hansının ən kiçik verdiyini özünüz təyin eləməlisiniz. Hardan işarədən? Məsələn, bu işarəyə baxıram ki, mənə ən böyük üçün kiçikdir lazımdır da. Deməli, bunun yox qoluna getmək məni sərf eləmir. Ona görə burada 6 dövrdə qurdum. Burada da yenə də böyük bərabər mənə sərf eləmir, kiçikdir olmalıdır. Ona görə də orada yox qolunu 6 dövrdə qurduğumuz zaman hər iki dəyişənin böyük qiymətləri çıxdı. Deməli, 71-ci sualımızın cavabı A. Orada elə cəmlərini istəyirlər. Rəqəm cəmi falan yoxdur ki. Çünki bu şəkildə sualda hər şəkildə çaşdıra bilərlər. Gəldik 72-ci suala. Xidməti klavişləri müəyyən edin deyir. Elə home-dur, page down-dur, end getdikdən sonra bəli qalır. 1, 4, 5. Yəni bunu yəqin ki, bunu sürpriz sual olaraq veriblər. Hədiyyə sual deyək, nə deyək? Deməli, klaviaturadan əvvəlcə 8, daha sonra 11 daxil edilərsə, m böyükdürmü? Deməli, 11 böyükdürmü m minus 2-dən? 11 minus 2 9-dan. Bəli. Çox sadə. İf ödəndisə, demişəm, çaşmayasınız deyə bəri başdan elifi və elsi atın. İf ödənib çünki. İfin içərisində m bərabərdir m plus n. Yəni 8 plus 11, 19. M də bərabərdir, artıq m-in yeni qiymətini götürməliyəm. 19 plus n-in yeni qiyməti 11. Bu da eləyəcək 30. Deməli, son olaraq m dəyişənimizin qiyməti 30-dur. N dəyişənin qiyməti isə dəyişməyib. Və sonda görürsünüz, bu hansı operatordur? Sərbəst operatordur. Sərbəst operator yuxarıda demişdim, dünyada da olsa sərbəst operator mütləq icra olunmalıdır. N də bərabərdir m plus m. Deməli, onu da biz neçə aldıq? 30 aldıq. Bunu da 11 aldıq. 41. Harada səhv elədik biz? Bir dəqiqə. Mən bu ifi m bərabərdir. Bir dəqiqə, mən bu ifi yoxlamayım. Promoyu icra elədim. Çox üzr istəyirəm. Tələsən təndirə düşər. M bərabərdirmi m plus 2-yə? Bizim m-imiz 19 olmuşdu axı. 19 bərabərdirmi? Deməli, m plus 2-yə, 11 plus 2-yə xeyr, bu if ödəmir, üzr istəyirəm. İfi ödəmədən promo if gözümdən yəni. Deməli, m-in qiyməti elə 19 olaraq qalıb burada. Burada başqa heç bir şey yoxdur. M-in qiyməti 19-dur. N-in də qiyməti dəyişmədiyi üçün elə 11 olaraq qalıb. Yəni, bayaqki if-də 2 dənə if veriblər. Adətən ifi az verirlər. Bayaqki if-də, yəni heç nə elə belə hədiyyə bir sualdır mənə görə.
Bu ifdə elə belə hədiyyə bir sualdır, yəni çox rahat. Deməli, hə, cavabımız olur Y variantı 73-də. Gəldik 74-cü suala. Deməli, rəqəmləri bu olan mövqeli say sistemində ən böyük rəqəmlərdə heç əl tərk etməyə ehtiyac yoxdur. Yəni, say sistemi budursa, deməli, ən böyük simvolumuz Y-dir də. Ən böyük simvolumuz Y-dirsə, bu say sistemində ən böyük ədəd də Y olacaq. Yəni, burada heç nə eləməyə ehtiyac yoxdur, əlavə. Kanın klaviaturadan daxil edilə biləcək hansı ən böyük tam qiymətində Python dilində yazılmış proqram 9 ədədini çapa verər? Aha. Deməli, 9 ədədini çapa verər. Baxaq görək çapa gedən dəyişən nədir? I dəyişənidir. I-nin 9 qiyməti. Deməli, baxın, I buradan başlayıb, sadəcə burada valin içində azalıb 1-1. 12-dən başlayıb, əgər 1-1 azalıb 9-a düşübsə, deməli, 3 dəfə biz bu dövrə girmişik. 3 dəfə dövrə girmişik. Deməli, dövrdə nə baş verir? Dövrdə də deyir ki, Fi böyük bərabər olsun K-dan. Deməli, yuxarıdan gələn Fi-miz F-imiz 3 dəfə böyük bərabər olmalıdır K-dan. O da neçədən başlayıb? F12-dən. Deməli, o F12 böyük bərabər olmalıdır K-dan. F11-də böyük bərabər olmalıdır K-dan. F10 da böyük bərabər olmalıdır K-dan. 3 dəfə olmalıdır. Bundan sonra isə olmamalıdır. Yəni F9 artıq kiçik olmalıdır K-dan. İndi bizdən ən böyük qiyməti istəyir. Yuxarıda bir dənə görək nə baş verir. Deməli, n-in kvadratından 20-ni çıxır. Deməli, 12-nin kvadratı çıxılsın 20, 11-in kvadratı çıxılsın 20. Bura baxaq əsas. Onun kvadratı çıxılsın 20, böyük bərabər olmalıdır K-dan. Onun kvadratı 100. Deməli, 100 çıxılsın 20, 80. 80 böyük bərabər olmalıdır K-dan. 80 K-dan böyük bərabərdirsə, burada bizim hansı qiymətimiz, bir dəqiqə bizə nə istəyirdi? K dəyişəninin daxil edilə biləcək ən böyük qiymətini. Deməli, 80 böyük bərabərdir K-dan. Bu tərəfdə ən kiçiyini tapmağa ehtiyac varmı? Belə ehtiyac yoxdur. Yəni, K kiçik bərabərdir 80-dən zaten burada alırıq da biz. Deməli, ən böyük qiymətimiz elə 80-dir. Ən kiçiyini yox, əgər desəydi, onda bunu hesablayardım. Deyərdim ki, F9 kiçik olmalıdır K-dan. O da F9'da 9'un kvadratı 81, 81 çıx 20, 61. Oradalardıq 61 kiçikdir K-dan. Yəni K böyükdür 61-dən. Deməli 62-dən başlayacaqdı orada da. Ən kiçik qiymətdə belə tapardı. Orada görürsüz 61-i də verib, 62-ni də verib ki, görək kimi necə çaşdıra bilirlər, səhv varianta yönəldə bilirlər. Doğru cavabımız Y variantı. Gəldik 76-cı suala. Şagirdlərin kitabxanadan götürdükləri kitablarla bağlı verilənlər bazasının əlaqəli cədvəllərindən okey. Nə istəyir bizdən? Lalə adlı şagird kitabxanadan götürdüyü bütün kitabların cəmi neçə gün oxuyub? Deməli, Lalə adlı şagird. Lalə adlı şagirdimizin ID-si 3-dür. ID-si 3-dür. Deməli, kitabxanadan götürdüyü bütün kitabları cəmi neçə gün oxuyub? Deməli, görək bu kitabxanadan götürdüyü kitablar, deməli, ID-si 104 olan kitab var burada, ID-si 102 olan kitab var, ID-si 105 olan kitab var, ID-si 101 olan və ID-si 103 olan. Burada heç üst-üstə düşən varmı ki, hamısı eynidir. Deməli, burada əlavə biz yuxarıdakına ehtiyac duyuruqmu ki, eyni kitab da yuxarıda yoxdur. Yuxarıdakı cədvələ, ortadakı cədvələ heç hələ ki ehtiyac görülmür. Yenə birdən baxım. 104, 102, 105, 101, 103. Hamısı ayrı-ayrı kitablardır yuxarıda. Deməli, ortakına baxmaya ehtiyac yoxdur. Deməli, 10 burada var. 16 burada var. 15, 15, 15. 45 də burada var. 10, 16, 26. 26 ilə 45 də eləyəcək. 71. Vəssalam. Yaxşı, bəs ortadakı cədvəli niyə vermisiniz? Yəqin ki, millətin fikrini yayındırmaq üçün atıblar ora. Yəni, onlar məqsədi nədir? Kim sualı görək səhv eləyir. Deməli, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. If i kiçiksə, lena minus 1-dən elementlərə müraciət olunacaq. I-də 1-dən başlayıb. Deməli, 0-cı indeksdən işimiz yoxdur. Deməli, element bərabərdirsə, özündən əvvəlki plus 2-yə.
Deməli, element özündən sonrakindən 2 vahid az olsun deməkdir. Yəni bunun tərsinə baxası olsaq eyni şeydir də. Məsəl üçün mən 3 və 5 yazıramsa, 3 və 5 demək, 5 və 7 deyək. 5 və 7 yazıramsa, baxın 5 bərabərdirmi özündən yox, bir dəqiqə. Özündən əvvəl gələn element plus. Elə belə olmalıdır. 3 və 5-də məsəl üçün şərt ödənəcək. 3 bərabərdirmi? Deməli, özündən əvvəl gələn element məsəl üçün neçə qoyaq? 1 qoyaq əgər. 1 plus 2-yə. Aha. Burada deməli bir dənə də içində şərt var. Element plus 2 bərabər olsun özündən sonra gələn elementə. Aha, başladıq deməli 1 ilə işimiz yoxdur. Başlayırıq 2-dən. Deməli 2 bərabərdirmi özündən əvvəlki plus 2-yə? Xeyr, getdi. 3 bərabərdirmi 2 plus 2-yə? Xeyr, getdi. 5 bərabərdirmi 3 plus 2-yə? Bəli. Burada şərt ödəndi və burada gördüyünüz kimi i'ləri cəmləyir. Hələ ki tapaq, sonra indeksləri cəmləyərik. Sonra 5 bərabər 5-i tapdıq. 7 bərabərdirmi? 5 plus 2-yə. Bəli. Burada da şərt ödəndi. Bir dəqiqə mən içəridəki şifrə baxmağı yadımdan çıxartdım bir dəqiqə. İkisinə ilə də baxmalıyıq çünki iç seyflərdir. Deməli 5-də şərt ödəmişdik, amma 5-də 2-ni də yoxlamalıyıq. Deməli özü plus 2 bərabərdir özündən sonraki elementə. 5-də şərt ödənir. İndi 7-də baxın birinci şərt ödənirdi. 5 plus 2 7-dir. Amma 7 plus 2 9 deyil. Ona görə 7 ödənmir. 8-də yenə ödənmir. 10-da ödənir. Yəni elə bil ki onda da ödənəcək də. Yəni özündən əvvəlki də 2 vahid artı az olmalıdır. Özündən sonraki də 2 vahid artı olmalıdır. Sonra 12-də ödənmir. 13-də ödənmir. Bir də 15-də ödənir. Vəssalam. Deməli, burada şərt ödəndi, 10-da şərt ödəndi və 15-də şərt ödəndi. Burada ehtiyatlı olmaq lazımdır. Çünki rəqəmlərdə görürsüz həm böyük, həm kiçik rəqəm verilib. Böyük rəqəm yəqin ki, çaşdırmaq üçün verilib ki, uşaq götürsün elementləri cəmləsin. 5 plus 10 plus 15 desin. O da 15 plus 15-dən 30-u götürsün. Halbuki, burada görürsüz, i'ləri cəmləyir. İ də bizim indeksimiz. Deməli 5-in indeksi 0, 1, 2, 3 üstə gəl. 10-un indeksi 4, 5, 6 üstə gəl. 7, 8, 9. Bu olmalıdır bizim cavabımız. O da 9-dan 9-dan 18. Yəni qısacası bir dənə şeyə baxmadınsa, i yoxsa AI olduğuna baxmadınsa cavabı fərqli alıb səhv yolla gedə bilərdin. Doğru cavabımız Bakı variantı. Deməli 78-ə gəlirik. K vurulsun x kubu plus b funksiyasıdır. Bundan bir dəqiqə görüm ondandırmı? E2 xanasında düstur yazılmalıdır. Bəli, bundan bələdçidə sizə işlətmişdim. Sınavlarımızda da var idi. Biz orada deməli vurma cədvəlini yaratmışdıq və izah eləmişdik ki, hansı mütləq olmalıdır. Yəni əsas buna baxmaq lazımdır orada. Mütləq ünvan. Yəni hansı xana dəyişməməlidir. Zaten baxan kimi görünür ki, K budursa, B budursa, X budursa. Kx plus B aydın məsələdir ki, deməli K A1-də durur. Yəni indi aşağıdan bizə söhbət gedir. A2 çünki Y2 xanasından söhbət gedir. A2 vurulsun X-in kubu. X D-də durursa D2-də durur. D2-in kubu deyəndə D2 vurulsun D2 vurulsun D2. Plus B. B də B2-də durur. Yəni hamı bu düsturu rahatlıqla çıxalar. Əsas məsələ bundan sonra hansına mən mütləq qoymalıyam? Baxın. Onsuz da birinci A2-yə baxaq. A2-ni mən üzü aşağı, yəni sətr üzrə köçürəcəm onsuz da. Sətr onsuz dəyişməyəcək. Amma sütun dəyişməsin deyə bunun A-sının qabağına dollar atmaq lazımdır birinci növbədə. Və gəldik B2-yə də baxaq. Əsasını axıra saxlayıram. B-də yenə üz aşağı köçəndə sətr onsuz da dəyişmir. Sütun dəyişməsin deyə burada da B-nin qabağına dollar atmaq lazımdır. Əsas məsələ bu D2-dir. D2-yə uje dollar ata bilmərik. Niyə? Çünki bax birinci D2, sonra uje x-in qiyməti D3-dən götürülməlidir. Sonra D4-dən, sonra D5-dən. Ona görə D2-də dollar olmaz. Bax burada D2-yə dollar qoyub. Daha sonra burada dollara burada B variantında, yəni düzdür, doğru cavab C variantıdır. O birisləri yox, üzr istəyirəm. Doğru cavab D variantıdır. O birislərinin niyə olmadığını göstərməyə çalışıram. Yəni D-ləri dollara görə çıxdıqdan sonra bax A və C variantı bizdən gedir. B və Y-nin niyə olmadığını göstərmək istəyirəm. Y variantında dollar A, dollar 1 qoyub. Bəs bunu üzə aşağı köçürəndə sonra ikinci sətirdən, sonra üçüncü sətirdən götürülməlidir. Bu da burada. Yəni variantla da işləmək olardı ki, deməli burada D-yə biz dəyməməliyik, D2-yə. A və o birisi hansıdır? B-də isə yalnız sütuna biz mütləq ünvan atmalıyıq. Deməli, dollar A2 vurulsun, D2 vur, D2 vur, dollar B2. Doğru cavabımız olacaq Dadaş variantı.
Gəldik 79-cu suala. Bu tip sual hər il bir dənə salırlar. Bütün qəbullarda olur. İstər abituriyent, istər MİQ. 513 səhifədən ibarət olan sənədin cüt səhifələrində 513-dürsə, biz həmişə bunu öyrətmişdim. Yarısı tək, yarısı cütdürsə, orada qalır 256. 256 dənə bizim cüt səhifəmiz var. Bəri başdan bunu ayırın, əgər sonra qarışdıracaqsınızsa. 256 cüt, 257 tək səhifəmiz var. İlk öncə deməli, mətnin həcmini bizə verib, mətnin həcmini hesablayaq. Deməli, cüt səhifələrimiz 256 oldu, 200 sətr. 40 sətr var, 40, 208 səhifə, 40 sətr, 32 simvol, 205. 1024 simvollu əlifbada isə 10 bitlə kodlaşır. Sualın sonuna tez baxıram ki, məndən kilobaytla istəyir. Bəri başdan kilobayta çevirək. Belə 213-ə. Bu 213 ilə bu 213 getdi. Burada qaldı 400. Deməli, bir dəfə də gəlirik ikinci hissənin həcmini hesablamağa. İndi ikinci hissədə görək. Tək səhifələrin hər birində, yəni 257 dən tək səhifəmiz var idi. Hər birində informasiya həcmi 2 kilobayt olan qrafik təsvir verilmişdir. Yəni bunu da 257 vurulsun 2 kilobayt olaraq hesablayacağıq. Bu da neçə eləyir? 514 kilobayt. Və sonra nə edirdik? İkisini toplayırdıq. 400 plus 514 914. Hətta biz bunun daha çətin versiyasını işləmişdik. Hansı ki, şəklin həcmini də ayrıca hesablayırdı. Yəni pikselləri və yaxud da rəng çalarını verib onu da ayrıca hesablayanda daha da deyək qəşəng sual olurdu. Bu biraz daha rahat oldu. Deməli, doğru cavabımız olacaq Y variantı. Gəldik 80-ci suala. Pythonlar elə bir çox ağır verməyiblər. Normalda ağır verirlər. For n in range 20-dən 120-yə kimi. Deməli, i-nin 20-120 aralığındakı qiymətlərlə girdim dövrə. Deməli, n böyük bərabərsə 25, and n kiçik bərabərsə 95. Aha. Və deməli tək ədədlərdə bir də ifəcə, bir də bizdən nə istəyir? İyini istəyir. İ deməli burada da var, burada da var. Gəlin belə eləyək. Birinci ifə baxaq. İ 25-dən böyük bərabər olsun, 95-dən kiçik bərabər. Deməli 25-95 parçasındakı qiymətlərdən eyni zamanda tək olsun deyir. Təkləri deməli bizdə hələ ki birinci if şərtini ödəyir. 25-95 aralığında 70 plus 1 71. 71 dənə ümumilikdə ədəd varsa, bunun 35 dənəsi cüt, 36 dənəsi tək olacaq. Deməli, 36 dənə qiymətlə birinci ifə girirəm hələ ki. 25-95 aralığında təklər. İndi ifin içində bir dənə də if var. O birisi ifdə də deyir ki, n 3-ə böləndə 10 qalsın. Deməli, 25-dən sonra 3-ə böləndə tam hissədə 10 qalanlar hansıdır? 30-dur, 31-dir, 32-dir. Və yaxud da n-i 5-ə böləndə 15 olsun. 5 vur 15, 75. Bu neçədir? 75-dir, 76-dır, 77, 78, 79. Amma burada bir məsələ də var ki, hələ mən ümumi yazdım. Axı biz yuxarıdan aşağı təkləri ancaq düşürmüşdük. Onda burada yalnız 31-i götürəcəyik. Burada da yalnız deməli 75, 77 və 79-u götürəcəyik. Deməli bir dənə burada var, 3 dənə burada var şərt ödəyən. Deməli bu ifə giriləndən sonra da bu ifi də ödəyən qiymətlərim 4 dənə oldu. Və burada 4 dəfə i-nin üstə 1 gəlmək, i-ni 4 eləmək. Hələ ki deməli i-nin 4 qiyməti əlimizdə var. İndi bu elsə baxmaq lazımdır. Bu elsə haçan düşəcək? Bu elsə hansı qiymətlərdə düşəcək? Deməli, 25-95, baxın belə deyək də, bir dəqiqə, 25-95 nə? Bizim ümumi, axı əlimizdə olan qiymətlər 20-dən 120-yə kimi olan qiymətlər idi. Yəni 120 çıx 20 plus 1. 101 dənə qiymətimizdən biz, 101 dənə qiymətimizdən 25-95 aralığında. Yəni 70, neçədən tapmışdıq orada? 71 dənə qiymətdə bura girmişik biz. Yəni 121 çıxılsın 71. Dəqiqə baxaq əlavə burada bizdə nə var? 20-dən, deməli, bir dəqiqə, 1-dən 24-ə qədər elsə getmişik. 1-dən 24-ə qədər elsə getmişik.
Bu tərəfdə də 96-dan 121-ə kimi elsə getmişik. Bir dəqiqə, burada çox da qiymətlər. Niyə bəs bu belə az çıxdı? 20-dən 120-yə kimi bizim aralığımız. Bu şərtlərin hansısa ödəməyəndə biz el seçirik də, düzdür. Elə ümumi baxmaqdansa belə baxmaq daha rahat olur ki, deməli 1-dən 24-ə qədər qiymətlərdə biz bura giririk. Yəni 24. Bir də 96-dan 121-ə kimi yox, üzr istəyirəm, 120-yə kimi. 120, 96, 24, 1, 25 dənə də burada var. 25, o da 24, 49 dənə dəyər. Nəyisə gözdən qaçırırıq. Bir dənə yenə baxaq. Deməli, bir dəqiqə. Bizdə var. Bu 4 qaldı burada əlimizdə. 4 qaldı burada əlimizdə. Bu if şərti ödənməyəndə biz ancaq elsə düşürük, düzdürmü? Elsə haçan düşməliyik biz? Deməli, eni 25-ə kimi olan qiymətlərində, yəni 1-dən 24-ə qədər olan qiymətlərdə bunu zaten götürdük. Daha sonra hansı qiymətlərdə girmişik biz? 100 dənə orada varsa, 100 dənə orada varsa. Bir dəqiqə, bir dəqiqə. 20, 120. 25-95 aralığında. Bildim nəyi gözdən qaçırmışam. Axı burada 35-də var bizdə. Deyirəm axı mən nəyi görmürəm burada. Baxın, heç bir problem yoxdur. Sadəcə 35 kənara yazmışam, qalıb. Heç bir problem yoxdur. Burada deməli ümumilikdə biz heç belə də baxmağa ehtiyac yoxdur. Sadəcə elə bildim bunu gözdən qaçırmışam. Deməli 20-120 aralığında 101 dənə dəyərimiz var. 101 dənəsindən, bax dedik ki, 71 dənəsində birinci ifə girəndə yerdə qalır 30 dənə burada. Axı biz burada ancaq təklərdə ifə girmişdik. 35 dənə də cüt qalmışdı əlimizdə. Cütdə də bu şərt ödənməyəndə o da elsə gedir də. 35 dəfə də burada elsə getmişik. Deməli bu elsə ümumilikdə 65 dəfə biz düşmüşük. 65 dəfə düşmüşüksə 65 burada, yuxarıdan neçə almışdıq? 4 də burada var idi. Cavabımız 69-dur. Aydındır dostlar, bu məqam mən bir tərəfdə yazmadım, məni çaşdırdı, sizi də çaşdırmasın deyə yenidən üzərindən keçirəm. Deməli 25-95 aralığında tək ifə girmirik, axı 25-95 aralığında təklərdə ifə girirəm. Yəni əslində 71 yox, 36 qiymətdə mən bura girirəm. 35-ə əslində bəri başdan elsə versəydim, heç o məni çaşdırmazdı. Yalnız əslində 36 qiymətdə bura giririk və yaxud da bəri başdan belə də eləyə bilərdiniz. 101-dən 36-nı çıxsaydınız, yenə promoya 65 qalacaqdı əlimizdə. İçərini də zaten tapmış. Belə. Mən doğru cavabımız olacaq A variantı 69. Gəldik 81-ci suala. Deməli, şagird mətni məntiqi təhlili. Yaşıl, sarı, qara, mavi, ağ cildli kitablar. Bir dənə oxuyaq. Bəzən cədvəldən, bəzən cədvəlsiz çıxır. Bir dənə sual oxuyaq, sonra odaqlanaq. Deməli, sayının artması ardıcıllığı ilə, bir dənə belə bir şeylə, yaşıl, sarı, qara, mavi və ağ cildli kitabları səhifə sayının artması ardıcıllığı ilə. Deməli, burada da səhifə saylarını yazaq. 90, 120, 135, 150 və 180. Mavi cildli kitab, qara cildli kitabdan sol tərəfdə. Mavi cildli kitab, qara cildli kitabdan sol tərəfdə. Ağ cildli kitabdan sağ tərəfdə yerləşir. Deməli, burada belə bir situasiya var hələ ki. Düz yazdıqmı? Mavi, qaradan sol tərəfdə, ağdan sağ tərəfdə. Aha. Sarı cildli kitabın səhifə sayı bütün kitabın səhifə sayının ədədi ortası. 90, 120, 210, 210 orada var. 210, 135, 345, 345, 150, 495, o da 180, 675. Burada da 1, 2, 3, 4, 5 tane kitabımız var. Onun da 5'e bölündü 135 düşür. Deməli, sarı bizdə 135'dir. Bir dənə sarıya burada 135 yazırıq. Deməli, birincini elədik, ikincini elədik. Rəfdəki sırada yaşıl və qara cildli sarı cildli kitab arasında yaşıl və qara cildli kitablarla sarı cildli kitab arasında ya kitab yoxdur, ya da eyni sayda kitab var.
Hə, yəni yaşıl qara eyni anda. Aha, deməli sarı ortadadır da, onda belə çıxır ki. Yaşıl və qara cildli kitablarla sarı cildli kitab arasında, həm yaşılla sarı arasında, həm də qara ilə sarı arasında deməli kitab yoxdur. Aha, belə təxmini fikirləşsək əgər ağ cildli kitab rəfdə soldan sağa doğru, yəni artma ardıcıl neçənci kitabdır? Deməli yaşıl, sarı, qara. Sarını da biz əgər 135 tapmışıqsa, sarını əgər 135 tapmışıqsa, qara bu tərəfdədirsə, qara bu tərəfdədirsə, deməli məcbur yaşıl, sarı, bir də belə də ola bilər də. Qara burada, sarı burada, yaşıl burada da ola bilər. Deyəsən cədvələ ehtiyac olacaq, hə? Bir dənə fikirləşək. Əgər qara bu tərəfdə olsa, sarı, yaşıl burada olsa, A və M burada qalır. Ağ və mavi burada qalır. Deməli, kitab yoxdur. Amma belə olmur axı. Biz buna 135 vermişdik. Hə, avtomatik deməli bu getdi. Bu getdisə, deməli bu tərəfdə olub. Yaşıl bu tərəfdə olub. Yaşıl bu tərəfdə olubsa, zaten sarıdan sonra qara gəlibsə, sarıdan sonra bizdə qara gəlibsə. Deməli, yaşıl onda bizdə qalır ya birinci ya ikinci yerə, əgər burada mavi varsa. Cədvələ atsaq yaxşı olardı. Amma ki, yaşıl ya birinci ya ikinci yerdə qalır. Deməli, ağ da bizdə birinci yerdə ola bilərmi? Ağ bizdə birinci yerdə ola bilməz. Bir dəqiqə, yaşıl, ağ birinci yerdə ola bilərmi? Ağ bu tərəfdə olsa, bax belə deyək. Deməli, ağ buradadsa əgər, mən də bu tərəfdə mavi, burada qara qoymuşamsa. Deməli, sarı burada 135-dirsə, bir dənə sarını buraya əlavə eləyim. Sarı burada 135-dir, düzdürmü? Sarı burada olsa bu belə ola bilməz. Deməli onda sarı bir dənə də bu tərəfdə olub. Burada olub sarı ki 135 olub. Sarı 135 olubsa onda mavi deməli 100% ondan sonrakıdır. 150-dir. Qaraya da onda 80 düşür. Onda yaşıl da məcbur burada ola bilməz. Bu tərəfdə olmalıdır. Deməli onda yaşıl birinci yerdə olub, ağ da ikinci yerdə olub. Deməli doğru cavab B-dir. Amma bir dənə cədvəllə də uzaqbaşı bir dənə eləyək. Görək dəqiq B-dirmi? Bir dənə də cədvəllə də yanaşmağa çalışaq. Deməli, yaşıl, sarı, qara, mavi, ağ. Deməli, burada da yazaq 90, 120, 135, 150 və 180. Yəqin cədvəllə də eyni yerə çıxacaq əgər diqqətsizlik eləmədimsə. Aha, deməli yenə biz burada bir yaxşı şeyi yenə bura yazaq. Mavi qaradan sol tərəfdə, ağdan sağ tərəfdədirsə. Baxın belə deyək də, ağdan sağ tərəfdə nəsə varsa, ağ ümumiyyətlə 180 ola bilməz də. 180-dən sağ tərəfdə heç nə yoxdur. Həmçinin ağdan sağda 2 dənə kitab varsa, ağ 150 də ola bilməz. Bu ikisini buradan çıxartdıq. Deməli, A 90 ola bilər, 120 ola bilər, 135 də ola bilər. Həmçinin qaradan əvvəldə 2 kitab varsa, qara 90 ola bilməz. Qara 120 də ola bilməz. Bu ikisi buradan getdi. Mavi ortadadır da. Fakt mavinin ortada olduğunu hələ ki görürük. Deməli, mavi də 90 ola bilməz. Bu ola bilər, bu ola bilər. Mavi 180 də ola bilməz. Bunlar buradan çıxdı. Sarını 135 tapmışdıq. Sarıya bir dənə 135-ə plus qoyaq. Sarını buradan minuslayaq. 135-i də buradan minuslayaq. Deməli, belə olan halda əlimizdə bir dənə 90-a hələ ki yaxınlaşmış oluruq. Ya yaşıldır, ya ağdır. Elə digər tərəfdən də yaşılı onsuz da eyni şey qalmışdı bizdə ki, ya birinci, ya ikinci yerdədir. Daha sonra bizdə deyir ki, bizdə növbəti verilən cümləni yazsaq, yaşıl və qara cildli kitablarla, yaşıl və qara cildli kitablarla sarı cildli kitab arasında ya kitab yoxdur, ya da eyni sayda kitab var. Deməli, qara onda sonuncu, qara onda 150 ola bilməz. Qara 150 olsa, gərək 150-dən sonra nəsə gələrdi, amma burada 130 bir dəqiqə. Qara 150 ola bilərmi? Yox, 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 150 ola bilər. Bir dəqiqə. Hələ ki onu çıxara bilmirik. Qara 150 də ola bilər, 180 də ola bilər. Arada kitab yoxdur, ya da eyni sayda kitab var. Bir dəqiqə. Deməli, yaşıl, hə, bu tərəfdən baxaq da. Sarı bizdə. Dən belə düzümdə, bayaqki kimi 90, 120, 135, 150 və 180 varsa bizdə, deməli 135 bizim sarımızdırsa, A, mavi və qara bu şəkildədirsə,
Qara onda məcbur bu tərəfdə olmalıdır. Qara bu tərəfdədirsə, qara bu tərəfdədirsə, qaradan da bu tərəfdə mavi varsa, onda məcbur mavi bura düşür. Onda bunların arasında bir kitab varsa, onda məcbur burada da bir kitab olmalıdır. Yaşıl da düşür bizə. Yenə eyni şeyə gəlib çıxırıq. Yəni cədvəlsiz də eləmək olar. Cədvəllə də yenə eyni yerə çıxır. Doğru cavab hər iki ihtimalda B variantıdır. Gəldik 82-yə. Hər səhifəsində 45 simvol olan Unicode standartı ilə kodlaşdırılmış mətn. Deməli, burada belə idi ki, H bərabərdir VT ilə, H bərabərdir səhifə vur, sətr vur, simvol vurulsun, ini bərabərləşdirmək lazımdır. Deməli, ötürmə sürəti 30 bitlə ötürüb, 4 dəqiqə ötürübsə, 4 vurulsun 60 bərabərdir. Səhifə sayım bilmirəm. X vurulsun, 45 simvol vurulsun. Unicode'a görə 2 byte. İndi bu tərəfdə byte-a çevirərik, rahat olsun. Demək, x bərabərdir. 30 vurulsun, 4 vurulsun, 60. Bölünsün. Yaxşı, bu tərəfi bitə çevirək. Daha yazmışıq. 45 vurulsun, 2 vurulsun, 8. Deməli, nə ilə nəyi ixtisar eləyək? 4 ilə 2-ni ixtisar eləyək, yuxarıda qalsın 2. 2 ilə 8-i ixtisar eləyək, aşağıda qalsın 4. Demək, 30 vurulsun 60, bölünsün 45 vurulsun 4. O 60 ilə 4-ü də ixtisar eləsək, 15 qalır yuxarıda, 15 ilə də 45-i ixtisar eləsək, 3 qalır aşağıda. Deməli, 30 bölünsün 3-dən doğru cavabımız olur A variantı. Əgər düz hesablama elədimsə. Deməli 30 vurulsun 2 üstü 2 vurulsun 60 bölünsün 45 vurulsun 2 vurulsun 2 üstü 3. 2 üstü 2 ilə 2 üstü 3 ixtisar etdi aşağıda qaldı 2. 2 2 4 60 ilə 4 ixtisar etdi yuxarıda qaldı 15. 15 ilə də 45 ixtisar etdi aşağıda qaldı 3. Bunu mən hmm, nə səhv eləyirəm axı? Çünki bir dənə bunun cavabını atmışlar. Qrupda bir yax gördüm. Cavabı D çıxmışdı. Bəs mən burada nəyi səhv eləyirəm hal-hazırda? Bir dənə yenidən baxaq. Deməli, 30 bit vurulsun, 4 vurulsun 60-ı bölməliyik biz. Hər səhifəsində 45 simvol olan Unicode-la kodlaşdırılıbsa, deməli, 45 vurulsun 2-yə. Bir dəqiqə. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə. 30 vur, 4 vur, 60. Burada problem yoxdur. Burada da 45 vur, 2 vur, 8. 2 vur 8, 16. 16 ilə 4 ixtisar getdi. Aşağıda qaldı 4. 60 ilə 4 ixtisar getdi. Problem yoxdur axı. Bəlkə cavabı səhv baxmışıq orada. 64 yuxarıda qaldı 15. 45 ilə 15 ixtisar gedir. Burada qalır 3. 30 böl 3-dən 10 çıxır. C-ni hələ ki bir dənə vurum. Lap yenidən qayıdıb baxaram. Görüm, indi bəlkə dediyim kimi qrupa atılmışdı uşaqlar. Elə ora programa baxmışdım. Deyildi. Nəysə ki, yenidən baxarıq buna. Davam eləyək, davam eləyək, davam eləyək. Neçəyə gedirik? 83-ə. Deməli, alqoritm 7 dəfə icra olunmuşdur. Və hər icrası zamanı x dəyişəni üçün uyğun olaraq, deməli, bu qiymətlər daxil edilərsə, cəmi neçə dəfə bir çıxışa verilir? Baxaq. Deməli, 7 dəfə icra olunub, bu qiymətlər daxil olunubsa, burada nə baş verir? Cəmi neçə dəfə 1. Buradan baxmalıyıq biz. Deməli, x 2-2 azaldıb, x 2-2 azaldıb. Gedib sıfırda dayanıbsa. Deməli, cütlərdən söhbət gedir də bizdə. Hansı ədədləri 2-2 azaldanda gedib sıfırda dayanaq cütlər? Elə bizdən deməli cütlərin sayını istəyir. Cütdürsə 1 verəcəkdir. Deməli, burada da cütlərimiz hansılardır? 12-dir, 36-dır, 48-dir və salam. Başqa cütümüz varmı? Başqa cütümüz yoxdur. Deməli, doğru cavab elə 3-dür, problem yoxdur. Yaxşı. 84-cü suala gələk. Hər bir yolla nə istəyir bizdən? A şəhərindən İ şəhərinə, A şəhərindən İ şəhərinə, D şəhərindən keçməklə. Deməli,
D şəhərindən keçməklə. Deməli, bu gedir D-dən keçir. Bunlar hamısı dolayı yolla D'ye gedir. Bax, bu da buradan D'ye gedəcək. Bu da buradan D'ye gedir. Buradan D'dən keçməyən hansılardır? Bu da bir dəqiqə bütün xətlərə bir-bir baxaq. Bu da gedib D'dən keçəcək. Bu da gedir D'dən keçir. Bunlara dəymirəm. Sonra bu gedir. Məsələn, bunun D ilə əlaqəsi yoxdur. Bu getdi. Sonra bu gedir. Bundan D-yə heç nə getmir. Bunun da D ilə əlaqəsi yoxdur. Sonra bunun da D ilə əlaqəsi yoxdur. Sonra buna baxaq. Bu buradan belə oxla gəlir, belə gedir. Bunun da D ilə əlaqəsi yoxdur. Bu da getdi. Bu isə buradan, yox, buradan D'yə yol var. Bir dəqiqə, bunu silməyəcəm. Bunu səhv sildim. Niyə? Çünki bu belə gedib, buradan D-yə gedən yol var. Bunu da silməyəcəm. Düz aşağı, üz aşağı gələndə səhv sildik. Niyə? Çünki baxın, A-dan B-yə gedir, belə gəlir, H-dan ox üzü belədir. Bunlar hamısı dolayı yolla gedir D-yə. Bax, bu getmir D-yə. Bunu silmək lazımdır. Bunu silmək lazımdır. Deməli, buradan D-yə gedirik. Buradan da belə gedib D-yə yol var. Vəssalam. Bunları sildiksə cavabımız çıxmalıdır. Deməli, A-nın bu çıxışına bir, bu çıxışına bir, bu çıxışına bir, bu çıxışına bir, bu çıxışına bir. Gəldim B-yə. B-dən burada bir, B-dən aşağıda bir. Onda H-a 2 giriş var. C-yə deməli 1 ilə 2 giriş varsa, C-nin bu çıxışına 3, bu çıxışına artıq saymırıq. İndi gəldim C-ni yaza bilərəm. C-yə deməli 1, 1, o da 3, 5 ilə. Deməli, C-nin bu çıxışına 5. D-yə deməli 6 dənə burada bizim girişimiz var. D-nin bu çıxışına da 6, bu çıxışına da 6. Deməli, onda bu çıxışa 6 yazmalıyıq. Başqa qaldı mı? Vəssalam. 2 dənə deməli yol gəlir. O da 6, 6. Cəmimiz eləyəcək 12. Gəldik 85-ə. Python dilində yazılmış proqramın icrası nəticəsində 16 ədədinin çap edilməsi üçün M dəyişəninin klaviaturadan daxil edilə biləcək ən böyük və ən kiçik natural qiymətləri fərqini müəyyən edin. Aha, nə edirdik? Birinci növbədə dövr sayını tapırdıq. M 1-dən başlayıb, n hər dəfə 2-yə vura-vura gedirsə, deməli 4 dənə dövrümüz var. İndi çox bu yaxşı qaydanı icra edirik. Deməli 4 dövrün yox qolunu quracağıq və 3 dövrün hə qolunu quracağıq. Deməli, M böyükdür 55-in yoxu tərsi deməkdir. M kiçik bərabərdir 55. M-dən hər dəfə 12 çıxıbsa, 4 dəfə 12 çıxmaq M-dən 48 çıxmaqdır. Kiçik bərabərdir 55. Həmçinin digər tərəfdə də 3 dövrün hə qolunu qurmaq lazımdır. 3 dəfə M-dən 12 çıxmaq M-dən 36 çıxmaqdır. Artıq bu hə qol olduğu üçün bunu hə qolu nə deməkdir? Yəni dövrə girmişəm də tərsinə çevirməyə ehtiyac yoxdur. Deməli, M kiçikdir, bərabərdir 48, 55, 103. Burada da alıram M böyükdür. Deməli, 91 hesablamam dayandı. Vəssalam. Deməli, ən kiçik böyük qiymətimiz 103-dür. M böyüdür 91 olduğu üçün ən kiçik qiymətimiz də 92-dir. Nəyini soruşur bizdən? Fərqini soruşur bizdən. Aha, 103 çıxılsın, 92-ni soruşur bizdən. Deməli, artıq səhv bilməmsə bu 3-cü sual oldu, hə? Minimum, maksimum qiymətlərin tapılması üçün 3-cü sual oldu. 11. Biri defdə oldu, biri algoritmdə oldu. Bu da 3-cü Python'da oldu. 3 dənə deməli düşüb. 11. Burada nə istəyir bizdən? Ən doğru məsələsidir. Demişdik ki, düşə bilər. Deməli, bu tipləri görməyin ən rahat qaydası nədir? Çəkməkdir. Deməli, hər üçünün kəsişməsi 120-dir. Buraya yazdıq 120. Bu disk olsun, bu plotter olsun, bu skaner olsun. Plotter and skaner 270'dir. Plotter and skaner 270 ise 120 buradadırsa 150 qaldı bura. Disk and scanner hanı? Disk and scanner 210'dursa 120 buradadırsa 90 qaldı bura. İndi bizdən nə istəyir? Gəlin baxaq. Disk or plotter. Bunu bir dənə çəkək fərqli rənglə göstərim. Bax, disk or plotter deyəndə bunun hamısı rənglənməlidir. Bunun scannerlə ortaq olan hissəsi. Yəni elə bu üçün cəmini istəyirmiş bizdən. Vəssalam. 90, 120, 150-nin cəmini istəyir. Yəni bu tipləri görməkdə əgər çətinlik çəkirsinizsə, ən yaxşı nədir? Çəkməkdir. 90, 120, 210, o da 150, 360 bizim doğru cavabımız. Yəni, ən or salsalar belə çox rahat versiyasını salıblar.
Raster qrafik redaktorlar. Raster qrafik redaktorlarımız Adobe Photoshop və Star Office Image içərisində demişdik foto, paint, image sözləri olanlar. Nəşriyyat sistemi, hə, şükür Allah, bu Adobe InDesign'ın adını o qədər çəkmişdik ki, niyə? Ən çox qarışdırılan proqramlardan biridir. Niyə? Çünki InDesign deyən kimi adamın ağlına avtomatik qrafik redaktoru gəlir ki, yəqin dizayn proqramıdır. Amma Adobe InDesign son günlər bağıra-bağıra bunu demişdi ki, nəşriyyat sistemidir və gəlib düşüb. Deməli 2-yə gedəcək B variantı, verilənlər bazasını idarə etmə sistemi də Yukondur. Üstə də gedəcək C variantı. A-Y, B, burada Scripts da var. Üzr istəyirəm, nəşriyyat sistemi. InDesign-a odaqlandım, Scripts yaddan çıxdı. B, D və C. Daha sonra gəldik açıqlara. Daxil edilmiş A və B natural ədədləri üçün əgər A ədədi B natural ədədinin bunu deməli sonuncu dərs günümüzdə işləmişdik, amma bunun Python versiyasını işləmişdik və mən orada uşaqlara göstərmişdim ki, natural qüvvət olmağını necə yoxlayırıq. Deməli, həmin ədədə belə-belə gedirik. Əgər birdə dayanıbsa, deməli qüvvətdir. Deməli, belə eləyək. A və B ədədini, yəni bunu çox versiyada yazmaq olar. Nəysə ki, ilk ağlıma bu gəldi. Həm də son dərs onu demişdik. Gəlib düşməyə çox yaxşı oldu. Deməli, A və B dəyişənlərini daxil etdik. A böyük bərabərdir, B-dən özü verib yoxlama ehtiyacı yoxdur. Deməli, belə eləyək. Bir dənə gəlin I dəyişəni götürək biz. I dəyişəni başlasın 1-dən. Və mənə burada yoxluyum ki, deməli, belə deyək də, A-nı B-yə bölə-bölə getməliyik. Məsəl üçün, bax, 8 2-nin hansı qüvvəti olduğunu necə baxarıq? 8-i 2-yə bölə-bölə getsək, 8-i 2-yə bölə-bölə getsək, yəni qüvvətli olduğunu hələ izah eləməyə çalışıram. 8-i 2-yə böldük 4, 4-ü 2-yə böldük 2, 2-yi 2-yə böldük 1. Yalnız o zaman 1-də dayanır ki, onun neçənizdə dərsindən qüvvəti olsun. İyini də orada verməkdə səbəbim odur ki, iyini də orada verməkdə səbəbim odur ki, hansına bölünübsə, həmin o iyini çıxaracam. Deməli, i 1-dən başlayıb. Deyək ki, A nə qədər ki böyükdür 1-dən and deməli A faiz deməli B bərabərdirsə 0-a. Yəni bölünürsə əgər böləcəyik. A bərabər olsun A bölünmə B-yə. Və hər dəfə də i-ni bir vahid artıraq. I-ni əlimdə niyə saxlamışam? Çünki harada qırılacaqsa qüvvəti çıxartmaq üçün. Deməli, buradan hər dəfə qaytaraq dövrə və dövr bitdikdən sonra deyək ki, əgər A bərabərdirsə 1-ə, A bərabərdirsə 1-ə, o zaman hə qoluna getsin və i-ni çap eləsin. I-nin çıxışı. Əks halda nə desin? Qüvvəti deyil. Əks halda isə versin, qüvvəti deyil. Vəssalam. Da başlanğıc sondakı öz yerində. 3 dəfə bölünübsə, 3-cü dərəcənin qüvvətidir. 5 dəfə bölünübsə, 5-ci dərəcədir. Gəldik 89-a. Bütün rəqəmləri tək ədəd olanları çap edən proqramı Python dilində yazın. Bunu da işləmişik. Proqramlar elə demək olar işlədiklərimiz düşüb. Bunu da təzəlikcə işləmişik. Ayda. Elə bildim bağladıq. Deməli, klaviaturadan n sayda daxil edilmiş n sayda natural ədəd. İlk öncə n-i daxil eləmək lazımdır. Bunu da son gün nə demişik, elə bir ki, gəlib o düşüb, şükür Allaha. Deməli, natural ədəd daxil eləmək üçün n sayda natural ədəd. Deməli, bir dənə for dövrü qurmalıyam. For in range 0-dan n-ə qədər, yəni n-ə qədər. Demək, x bərabərdir int input. Yəni, hər dəfə, məsələn, yenə biz orada gördüyünüz kimi nümunədə 4 veribsə, 4 dəfə dövr işləsin və hər dəfə ədədi daxil eləsin. İndi mən bu ədədin bütün rəqəmlərinin tək olmağını yoxlamalıyam. Deyək ki, nə qədər ki, rəqəmləri çıxartma standart quruluşu yazıram, yəni ilk ağla gələn yazıram, daha sadə də çox versiyada yazmaq olar. Nə qədər ki, x böyükdür 0-dan bir k dəyişəni götürək. K bərabər olsun x faiz 10-a, yəni bunun rəqəminə. Və deyirəm ki, əgər K, deməli, faiz 2 nələr soruşur? Təkləri bərabərdirsə 1-ə, S bərabər olsun S plus 1-ə. Təbii ki, bura bir dənə S bərabərdir 0 atmağa ehtiyac olacaq. Burada nə edirik? Rəqəmləri sayırıq. Və bu dəqiqə burada X bərabərdir X2 bölmə 10-da yazaq. Deməli, burada hal-hazırda nə baş verir? Rəqəmləri hər dəfə çıxarıb bir-bir sayacaq. Axırda deməli nəyi yoxlamaq lazımdır? Əgər o rəqəmlərindən təklərinin sayı bərabərdirsə if
S bərabərdirsə bunun uzunluğuna len, amma orada x yenilənib. Burada bir dənə dəyişən götürək. A bərabər olsun x-a və mən burada yoxlayım len a-ya. Amma len a verə bilmərəm, çünki integerdir. Ona görə stringə çevirməyə ehtiyac var. If s bərabərdirsə len string a-ya, print ədədin özünü çıxar deyirəm. Elə A. Vəssalam. Deməli, baxın, yuxarıdakı quruluşu zaten bilirsiniz. En sayda ədədi klaviaturadan daxil elədi. Hər dəfə burada ədədin rəqəmlərini çıxaracaq. Və rəqəmi təkdirsə sayır. Bütün rəqəmlərin tək olmağını necə yoxlayırıq? Uzunluğuna bərabərsə, deməli, bütün rəqəmləri təkdir. Vəssalam. Deməli, 135, 26, 18, 1771. Deməli, 4 dənə ədəd daxil eləməliyik. Birinci 135-i daxil eləyək, çıxartdı. Sonra 26-nı daxil elədik, çıxartmadı. Sonra neçə vermişdi? Hər neçə də özümüzdən yaza bilərdik. Sırada nümunəyə uyğun alsın. 18-i çıxartmayacaq. 1771-i də çıxaracaq. Vəssalam. Və gəldik 90-cı suala. Qovluqdakı en sayda faylın yəni elə daxil etmə ehtiyac varmı? Var deyəsən, yenə ehtiyac. For dövrünü dəyişmərik. Kilobaytla informasiya həcmləri klaviaturadan boş siyahıya daxil edilir. Klaster ölçüsü 4 kilobayt olarsa diskdə tutduğu yerli informasiya həcmi eyni olan. Çox rahat. Sadəcə 4-ə bölünürsə sayacağıq da. O zaman faylın diskdə tutduğu həcm özü ilə eyni olurdu. Nə vaxt 4 kilobayt klaster verilibsə, yalnız 4-ə bölünən rəqəmlərdə də çox rahat verib. Yəni, yenə okey, birinciyə də təzə baxmışdıq deyə çox rahat gəldi. Bu ümumiyyətlə rahatdır. Burada deməli, bu hissəni gəlin dəyişməyək, elə üzərindəcə yazaq, işi bitirək. Deməli, burada bu hissəmiz olduğu kimi qalsın. Yəni, en sayda ədəd klaviaturadan çünki gördüyünüz kimi daxil edilir. En sayda ədədi daxil elədikdən sonra gəlin belə eləyək də. Bəlkə bunu bir dənə listə ataq. Bir dənə boş bir list götürək. A listi. Daxil eləyən kimi hər dəfə bunu A-ya ataq. So A-nın içindən rahat yoxlayaq da. Belə daha rahat olar zənnimcə. A siyahısını atdıq. A siyahısını atdıqdan sonra deməli sayı lazımdır mənə. S bərabərdir 0. For I in A. Gedib siyahıdan elementləri bir-bir götürsün və desin ki, əgər bu 4-ə bölünürsə, I faiz 4 bərabərsə 0-a, i də burada yaddan çıxdı, necəsə silindi. Bərabərsə 0-a S bərabərdir. S plus 1. Vəssalam. Print S. Əlavə etsinə ehtiyac yoxdur. Çox rahat veriblər. Deməli, print yazmadım. Burada S-i çağıraq. Bir dəqiqə ədədləri daxil eləmədik. Deməli, burada bizdə sırf özün verdiklərini daxil eləyək. 5 dənə, 345, 123. Yaxşı, 4-ə bölünən və bölünməyə ixtiyar ədəd daxil eləyək də. Onlar bura gələndə hər dəfə mənim yadımda qalmayacaq. Ya da ki, belə eləyək, daxil etməmizi verək. Deməli, neçə ədəd daxil eləməliyik? 4 dənə ədəd daxil eləməliyəm. Birincisi 210-dur. O daha kiçikdir. Ona görə ikinci sütundakını, sətirdəkini daxil eləyəcəm. 96-nı daxil eləyib, 55-i daxil eləyib və 104-ü daxil eləyib. Təbii ki, 2 çıxarmalıdır. Bir dəqiqə. S2. Print S vermədim də mən oradan, ona görə S-i yenidən çağırdım. Vəssalam. Çox rahat. Super. Bir dənə o sual var idi, mən onu ulduzladım, qaydaram deyə. Hə, 82. Bir dənə o 82-yə yenidən baxacam. Ya da ki, qrupda diqqətsiz baxmışam, ola bilsin. Deməli, 45 simvolla, əslində çox sadə bir sualdır, düşünmürəm, səhv eləyərəm. 45 Unicode standartı ilə kodlaşdırılıb, deməli 4 dəqiqə. Deməli, 30 vurulsun, 4 vurulsun, 60, bölünsün 45 vurulsun 2, yuxarı bitdi, bunu da bitə çevirək. 2 ilə 8, 16, 4 ilə getdi, 4, 60 ilə 4 ixtisar getdi, 15, 15 ilə 45 ixtisar getdi, 3, 30 bölü 3, heç bir səhvim yoxdur. Yəqin nəyəsə orada uşaqların dediyi sualda bəlkə də rəqəmi səhv demişlər. Çünki onda elə kitabça atılmamışdı. Belə, bu da bizim qəbulumuz. Əgər videonu sona kimi izləmişsinizsə, kanala abunə olub, videonu like etməyi unutmayın. Növbəti videolarımızda görüşənə qədər inşallah. Sağ olun.